Əziz dostlar, əziz tamaşaçılar, bundan sonra mən öz sosial şəbəkə səhifələrimdə və YouTube kanalımda daha ardıcıl şəkildə ictimai siyasi hadisələrlə bağlı bu cür video şərhlər təqdim edəcəm və inanıram ki, sizin reaksiyalarınız, şərhləriniz nəticəsində bu yalnız bir monoloq olaraq qalmayacaq və biz həm də yeni bir müzakirə platforması yaratmış olacağıq. Bugün Azərbaycanın sülh zəfərindən bir il ötür. Ötən ilin məhz bu günündə Vaşinqtonda sülh müqaviləsinin paraflanması, Azərbaycanın sülh gündəliyinin reallığa çevrilməsi, Azərbaycan liderinin sülh təşəbbüslərinin gerçəkliyə çevrilməsi baxımından tarixi hadisə idi. Bu səfər şübhəsiz ilk növbədə sülh müqaviləsinin paraflanması baxımından tarixi idi. Ancaq Azərbaycan Amerika Birləşmiş Ştatları münasibətlərinin yeni səhifəyə keçirilməsi baxımından da əlamətdar idi. 907-ci düzəlişin dondurulması, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın hazırlanması üçün işçi qrupunun formalaşdırılması ilə bağlı sənədin imzalanması, Bakı və Vaşinqton arasında siyasi dialoqun səviyyəsini və münasibətləri yeni səviyyəyə keçirməyə marağı ifadə eləyirdi. Böyük şərəf və qürur hissi ilə deyirəm ki, bu tarixi səfərin iştirakçısı idim və həmin səfərdən Azərbaycan xalqı orada aparılan müzakirələr, görüşlər, imzalanmış sənədlərin təfərrüatları barədə böyük həyəcanla məlumatlar gözləyirdi. Azərbaycan prezidenti həmin müzakirələrdən sonra, burada artıq gecə saatları idi, Azərbaycan televiziyası Azərtac və An-News-a müsahibəsində həmin görüş və müzakirələrin detalları barədə Azərbaycan xalqını məlumatlandırdı, fikirlərini bölüşdü. Bu səfər dediyimiz kimi həm ABŞ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan arasında normallaşma istiqamətində tarixi səfər idi. ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı tərəflər arasında razılaşma əldə edildi, hansı ki, biz 30 illik münaqişə dövründə onun nəticə yönümlü fəaliyyətinə şahidlik etməmişdik. Xüsusilə münaqişənin sona çatmasından sonra onun fəaliyyətini davam etdirməsi, onun ömrünün süni şəkildə, süni nəfəs aparatı ilə belə demək mümkünsə uzadılması məntiqsiz olardı. Bununla bağlı razılaşma Azərbaycanın tələbi yerinə yetirildi və TRIP layihəsi, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi demək deyildi. Bununla da bağlı razılaşma əldə edildi. Həm də yeni bir nəqliyyat dəhlizi, yeni bir nəqliyyat, beynəlxalq nəqliyyat arteriyasının formalaşması baxımından mühüm hadisə idi və bu zəfər 8 avqust zəfəri, sülh zəfəri Azərbaycanın 44 günlük vətən müharibəsindəki zəfərinin məntiqi davamı idi, praktik davamı idi və siyasi, diplomatik cəbhədəki davamı idi.